Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün alt çoxluqların sayı haqqında danışacağıq. Burada maraqlı bir düstur var idi, 2 üstü n düsturu. Bunun isbatını da göstərmək istəyirəm sizə. İlk olaraq nədir bu 2 üstü n, necə tapılır? Alt çoxluqların sayı necə tapılır? Bunlara biraz baxaq. Sonra sonda düsturun isbatına baxarıq. Deməli, 0, 1, 2 çoxluğunun alt çoxluqlarını tək-tək yazmışam aşağıda. 8 dənə alt çoxluğu olub. Deməli, birinci kateqoriyada 0 elementi olanlar, yəni burada sadəcə bir dənə boş çoxluq var. 1 elementi olanlarda 3 dənə çoxluq var. 0, 1, 2. 2 elementi olanlarda 0, 1, 0, 2 və 1, 2 çoxluqları. 3 elementi olanlar isə elə çoxluğun özü, yəni çoxluğun özü 3 elementli idi. Çoxluğun özü yazmışam bura və bu əslində x alt çoxluqdur, x-in belə bir qayda da var idi. Yəni bütün çoxluqlar özünün alt çoxluğu olur. Və burada ümumi 8 dənə alt çoxluq yaranıb. İndi biz bunun manuel olaraq elementimiz azdır deyə yaza bilirik. Amma element 100 dənə, 200 dənə olanda, yəni bunu durub bir-bir yaza bilmirik biz özümüz. Təkcə bu 0, 1, 2 çoxluğunun yox, bütün 3 elementli çoxluqların hamısının 8 dənə alt çoxluğu var. Və bu necə tapılır? 2 üstü n düsturu ilə tapılır. 2 üstü n, burada n elementlərin sayıdır. 3 dənə element olduğuna görə 2 üstü 3, 8 dənə alt çoxluğunun sayını tapmış oluruq. İndi, niyə burada 3 üstü n deyil, 4 üstü n deyil? Məhz 2 üstü n-dir. Bu haqda aşağıda danışacağım sizə. Deməli, burada başqa nə yazmışam? 0 dənə elementi olan boş çoxluğun belə bir dənə, yəni 2 üstü 0 dənə alt çoxluğu var. Yəni boş çoxluq nədir? Bir dənə çoxluqdur, heç bir elementi yoxdur. Amma onun da bir dənə alt çoxluğu var. Nə idi? Bütün çoxluqlar bir-birinin alt çoxluğudur. Boş çoxluq da özünün alt çoxluğudur. Nəinki özünün, yəni boş çoxluq bütün çoxluqların alt çoxluğudur. Bunu da yadınızda saxlayın. Deməli, tək elementli bu çoxluğun 2, yəni 2 üstü bir dənə alt çoxluğu var. İndi biz bayaq boş çoxluq dedik. Bir də çoxluq içində element olaraq boş çoxluq var. Bunların arasında fərq var. Buradakı bu sadəcə boş bir çoxluqdur. Amma bu isə çoxluğun içində bir element var artıq. Yəni bu bir çoxluqdur və bu çoxluğun içində bir dənə element var və o element də boş çoxluq elementidir. Bunları qarışdırmayın. Və bunun da bir dənə elementi varsa, 2 üstü n bizim düsturumuz idi. N-in yerinə 1 yazırıq. 2 üstü 1, 2 dənə alt çoxluğumuz çıxmış olur. Və bu alt çoxluqlar hansılardır? Biri əlbəttə ki, çoxluğun özüdür. Və digəri də bu bir dənə boş çoxluq. Bu 2 dənə alt çoxluq var və onlar da bunlardır. Deməli, burada biraz qarışıq forması var. 2 elementlidir bu səfər və 2 elementli olmasına, yəni bir kənara bir elementinin içində də bir dənə element var. Yəni bu da sizə qarışıq gəlməsin. Birinci elementi boş çoxluqdur. İkinci elementi isə bir çoxluğun içində başqa bir boş çoxluq. Bir dəqiqə. Yəni bunu da yəni boş çoxluğa görə çəkə bilərsiniz. Bu əslində bu deməkdir. Yəni bir dənə çoxluq fikirləşin, içində bir dənə elementi var və digər elementi isə onun içində bir dənə boş çoxluqdur. Bunun da içində başqa bir element yazın, məsələn 2. Bu necə Venn diaqramında çəkilir? Məsələn, bir dənə çoxluq fikirləşin, A çoxluğu. İçində bir dənə element var. Elementin yanında belə nöqtə işarəsi yazılar ki, yəni elementdir və içində bir dənə çoxluq var. Və o çoxluğun da içində bir dənə də element var, o da 2-dir. Eyni şəkildə burada da B çoxluğu deyim. B deməyə ehtiyac yoxdur əslində. İndi bunun element isə vəsədəyəm. Bu da eyni şəkildə bir dənə çoxluq fikirləşin. İçində bir dənə element var, boş çoxluq və onun içində bir dənə çoxluq var. Bunun nöqtəsini yazaq. Və onun içində bir dənə çoxluq var. O çoxluğun içində bir dənə element var. O da bu boş çoxluqdur. Və onun da ayrı-ayrılıqda çoxluqlarını yazmışam. Alt çoxluqlarını yazmışam bura. 4 dənə alt çoxluğu çıxır. Çünki 2 dənə element var. 2 üstü 2 olur və 4 dənə alt çoxluq çıxır. Bu 4 dənə alt çoxluqdakı əlbəttə ki, birinci olaraq bu elementdir, sonra bu elementdir. Biri boş çoxluqdur. Boş çoxluq dedik ki, bütün çoxluqların alt çoxluğudur. Yəni birinci 0 element olan boş çoxluqdur. Bunu bütün
yəni çoxluqların alt çoxluğunu yazanda həmişə yazın. 0 element olan boş çoxluq. İkincisi isə birinci elementi olan bir elementləri yazaq. Nədir? Boş çoxluq. Və bu da bir elementlər. Sonra isə bunda 3 elementli olmayacaq, 2 dənə elementli olacaq. 2 elementli də çoxluğun elə özü. Boş çoxluq və bu. Yəni bunu da tutub təzədən bunların yerini dəyişib yazmağa ehtiyac yoxdur. Çoxluqlarda AB çoxluğu bərabərdir BA çoxluğuna. Yəni elementlər eynidirsə bunlar bərabər çoxluqdur. Amma elementlərin sayı eynidirsə, elementlər fərqlidirsə bu səfər bərabər deyil. Onlara da eyni güclü deyirlər. 3 dənə xətlə işarə olunurdu ya da belə bir şeylə işarə olunurdu. Bunları xırda detallar olsa da yadınızdan çıxartmayın, unutmayın. Okey, deməli alt çoxluqlarının sayını tapmaqla bağlı danışdıq məncə bir xeyli. İndi gələk bizim teoremimizə. Maraqlı bir teoremimiz var burada. Teoremimiz nədir? Elə 2 üstü n. N elementli olan bir çoxluğun 2 üstü n dənə alt çoxluğu var. Və mən təbii ki, belə bir düstur formulu qabağıma çıxanda ilk beynimə gələn sual nədir? Nəyə görə 2 üstü n? Nəyə görə 3 üstü n deyil, 4 üstü n deyil? Məhz 2 üstü n dənə alt çoxluğu olur. Bunun isbatını burada yazmışam. İndi sizə izahını da verəcəm. Biraz uzun gələ bilər. Amma narahat olmayın. Cümlə oxuyacaq, başa düşməyə çalışacaq. Okey, oxuyaq. N elementi olan A çoxluğunun elementlərini sayaq. Burada zaten saymağa ehtiyac yoxdur. Yazmışam ki, n elementlidir. Deməli, n dənə elementi var. Deyir ki, A1 xaricində, yəni birinci elementi A1-dir. A1 xaricində elementlərlə x dənə çoxluq düzəldə biləcəyimizi fərz edək. Okey, gəlin bir dənə balaca A çoxluqlu bizə çəkək özümüzdən. A çoxluğumuz olsun, məsələn, A, B, C çoxluğu. 3 elementli bir çoxluğumuz var və biz indi tutaq ki, bu isbatı falan bilmədən, yəni bilirik ki, burada 8 dənə alt çoxluq çıxacaq, düzdürmü? 2 üstü 3-dən düz bir isbatını bilməsək bunu necə bilə bilərik? Amma indi bilirik də, yuxarıda danışmışıq. 8 dənə alt çoxluğumuz çıxacaq. İndi bizə nə deyir qaydada, teoremin isbatında? A1 xaricində, A1 də bizim burada birinci elementimizdir. Deyir, A1 xaricində elementlərlə x dənə çoxluq düzəldə biləcəyimizi fərz edək. Yəni ki, deyir, bunu çıxardan, buradakı elementlərdən x dənə çoxluq düzəldə bilərik. Okey, gəlin bu 2 dənə elementdən biz çoxluqlarımızı düzəldək. 2 dənə elementimiz varsa, burada 4 dənə alt çoxluq çıxacaq. Birinci alt çoxluğumuz həmişə boş çoxluqdur, heç bir elementi yoxdur bunun. Digərləri bir elementlilər, hansılardır? B və C. Digəri isə 2 elementli B, C. 4 dənə alt çoxluğumuz oldu. Okey, davam edək, oxuyaq. Bu x dənə çoxluq A-nın içində A1 olmayan alt çoxluqlardır. Yəni bizim bu A-mız var, ha. Bu hələ ki yoxdur. Yəni düşünün ki, hələ bu ikisi ilə qurmuşuq və bu həqiqətən də bu 4 dənə alt çoxluğun içində bu dəqiqə bizim A-mız yoxdur. Deməli bu x dənə çoxluğun hər birinə A1 əlavə olunsa, A-nın içində A1 olan alt çoxluqlarını tapmış olarıq. Əlbəttə ki, yəni bunların hamısını A-nı əlavə eləməyə çalışaq. Boş çoxluğa, buradan bir dənə ayırıram kateqoriyaya. Boş çoxluğa A-nı əlavə eləsəm, nə olacaq? Elə A olacaq. Çünki heç nə yoxdur. Bir dənə element əlavə elədim. Oldu A. İndi B çoxluğuna A-nı əlavə eləsəm, olacaq AB. C-yə əlavə eləsəm AC. Və bir də buna əlavə eləsəm ABC. İndi baxın. Buradakıların heç birində A yox idi. Amma buradakıların hamısında A oldu. Düzdürmü? Əvvəl 4 dənə bizim alt çoxluğumuz var idi. Burada A-ları əlavə elədim. Hamısında 4 dənə yeni alt çoxluq yarandı məndə. Davamını oxuyaq. Deməli, A-nın içində A1 daxil olan alt çoxluqlarla A1 daxil olmayan alt çoxluqların sayı bərabər imiş. Həqiqətən də baxırıq ki, bərabərdir. Əvvəl 4 dənə çoxluğumuz var idi. Mən bunu niyə çəkə bilmirəm işarəni? 4 dənə var idi. Və yenə də bizim 4 dənə çoxluğumuz yarandı. Və ümumi bizim 8 dənə alt çoxluğumuz yaranmış oldu. Yəni 3 dənə elementimiz var idi. 8 dənə alt çoxluğumuz var.
Onun 4-ündə isə A elementi yoxdur, 4-ündə isə A elementi var. Baxın, burada A elementləri yoxdur, burada isə A elementləri var. Bu təkcə A üçün yox, B üçün də eynidir. Yəni bunları ayırsaz baxacaqsınız ki, yarısında B elementi var, yarısında B yoxdur. Yarısında C var, yarısında C yoxdur. Daha açıq danışsaq, A1-in A'nın bir alt çoxluğuna daxil olma və daxil olmama kimi 2 dənə seçimi var. Əlbəttə ki, baxın, birinci seçimdə daxil olmayıb, digər seçimdə isə hamısına daxildir. Bu seçim hər element üçün müstəqil olduğundan 2 üstü n fərqli alt çoxluq düzəltmək mümkündür. Və bu bütün elementlərdə bayaq da dedim, hamısında belədir. B-yə də baxsaz, yarısında B var, yarısında B yoxdur. İndi biz burada nəyi başa düşdük? Bizim əvvəl 2 dənə elementimiz var idi və 4 dənə alt çoxluğumuz var idi, düzdürmü? Və biz bir dənə də elementi əlavə elədik və bu element əlavə olundusa, bu element bütün alt çoxluqlara da əlavə olunmalıdır, düzdürmü? 4 dənə alt çoxluğumuz var idi və yeni 4 dənə də alt çoxluq yarandı, hansı ki A onların içində olduğu bir seçimdə də, yəni A'nın daxil olma seçimi oldu burada. Və 4 dənədən yeni bir 4 dənə yarandı, ümumi 8 dənə alt çoxluq oldu. Okey, indi bunu başa düşdünüzsə, gəlin bir dəqiqə. Bir dənə də mən deyirəm ki, tam başa düşməyimiz üçün bir dənə də element əlavə eləyək. İndi bizim 3 dənə elementimiz var və 8 dənə alt çoxluğumuz var, düzdürmü? Gəlin bir dənə də D elementini əlavə eləyək. Və biz D elementini əlavə eləyiriksə, məcburi olaraq nə etməliyik? Bütün bu alt çoxluqlarımızın hamısına D elementi əlavə olunacaq. Yəni bu 8 dənə də, baxın bu 8 dənə də D-lər yoxdur. Və yeni bir dənə 8 dənə kateqoriya yaranacaq bizdə. Onların hamısında D olacaq. Və o necə olacaq? Birinci boş çoxluqdur. Boş çoxluğa D əlavə olunanda prosta D olur. Bir dənə D-nin özü. Digəri B, C əlavə eləyək D-ləri. Olur B, DB, DB, DC. Burada bir dənə də A var tək. Çünki mən indi sırayla yazıram da, 1 elementli, 2 elementli. Burada olur AD. Okey, indi var burada BC, AB, AC 2 elementlər. Onların da hamısını əlavə eləyək. BC isə BCD olur. AB isə ABD olur. AC isə ACD olur. Və sonuncu çoxluğumuz, alt çoxluğumuz ABC'dir. Ona da bir dənə D əlavə eləsəm ABCD. İndi baxaq, buranın içində çoxluq oldu. 1, 2, 3, 4, 5, 6, 7 və 8 dənə. Baxın, əvvəl 8 dənə çoxluğumuz var idi. Ümumiyyətlə, lap əvvəl bizim 2 dənə AB elementimiz olanda 4 dənə çoxluğumuz var idi. Sonra C-ni əlavə elədik. Nə oldu? Bu çoxluqların C əlavə olunmuş kateqoriyası yarandı və 2 qat artdı alt çoxluqlar. 4-dən 8-ə qalxdı. Bura 4 idi, bura 8-ə qalxdı. Və sonra bir dənə də D çoxluğunu əlavə elədik, D elementini əlavə elədik və bu 8 dənə çoxluq yenə də 2 qat artdı. Burada 8-i var idi, burada 8-i oldu. D-lərin olduğu seçim oldu buradakı kateqoriyalar. Neçə dənə oldu? 16 dənə alt çoxluğumuz oldu. İndi bax, əmin olun, siz gəlin bir dənə də Y-ni də əlavə eləyin. Da bu çox uzun olacaq, çünki 32-yə qalxacaq bu səfər alt çoxluqların sayı. Gəlin bunların hamısını, bir də Y olan halını yazacaqsınız burada. Onu da istəyirsinizsə, yəni səbriniz varsa, inanmırsınızsa, oturun Y-ləri də bir-bir yazın. Baxın, 32 dənə alt çoxluğumuz olacaq. Onların 16-sında Y olmayacaq, digər 16-sında isə Y olacaq. Yəni, dediyim ümumi nəticə nədir? Hər bir element artdıqca 2 qat alt çoxluqların sayı artır. Niyə 2 qat? Çünki hər elementin 2 dənə seçimi var. Daxil olma və daxil olmama. Bu baxımdan da 2 qat artır, yəni 3 qat artmır. Belə bir seçimi yoxdur ki, mən həm daxil olacağam, həm daxil olmayacağam, həm də həm daxil olacağam, həm daxil olmayacağam. Yəni belə bir seçimi yoxdur. Ya bunların içində olacaq, ya da ki olmayacaq. 2 dənə seçimi var və ona görə də 2 qat artmağa davam edir. Bugünkü izah bu qədər. Ümid edirəm ki, alt çoxluqların sayını tapmaqla bağlı bir sualınız qalmadı.
Zaten bir dənə bunun formulu var idi 200-nin. Onun da isbatını sizə göstərdim. Bu konu ilə bağlı qabağınıza hər hansı bir sual çıxsa, düşünürəm ki, heç bir problem yaşamadan həll etməyi bacarmalısınız artıq. Növbəti videoda görüşənədək sağ olun, özünüzə yaxşı baxın.